Salam. Deməli 2026-cı il model testlərinin içərisində belə bir ədəbiyyat sualı var. Sual belədir ki, Səməd Vurğunun Vaqif dramındakı obrazlarla bağlı uyğunsuzluğu müəyyən edin. Deməli, burada Əli bəy atasının, yəni Vaqifin oğlu əsərdə Əli bəy atasının Qacara hücum etmək sifarişini Eldara çatdırır. Bəli, Qacara hücum etmək sifarişini qaçaq Eldara Əli bəy, yəni Vaqifin oğlu çatdırır. Bu düzgün fikirdir. İstəsəz bu aşağıdan birləri çıxdaş edə bilərsiniz. Yəni bunlar uyğundur. Xuraman Vaqiflə ailə qurmasından peşman deyildir. Xuraman Vaqiflə ailə qurmasından əslində peşmandır. Orada Xuramanın danışığından o bilinir. Əvvəlki ərindən də falan söhbət eləyir hətta orada. 2 deməli yanlışdır. 2 olmayan cavabları da əslində çıxa bilərik. Burada C variantında çıxa bilərik. B ilə D-nin arasında qalaraq. 3-də deyir ki, Qacar qoca kəndlinin Vaqifi bağışlanma xahişini rədd edir. Burada qoca kəndlinin Vaqifi bağışlanma, qoca kəndli Vaqifin bağışlanmağını diləmir. Belə bir şey yoxdur. Vidada diləyir onun bağışlanmasını. 3 yanlış fikirdir. Yanlış fikir hesab olunur. 3 yanlış fikirdirsə D variantı da gəlir. Əslində cavabımız alınır. Bir də baxaq yenə də arxasına görək nə var. Vidadi İbrahim xanın Vaqiflə münaqişəsindən narahat olur. Bəli, İbrahim xanın Vaqiflə münaqişəsindən narahatdır. Hətta deyir, məni yola sar gedim, torpaq evciyimi ziyarət edim və s. Bu kimi sözlər işlədir. Bu düzgün fikirdir. Deməli, İbrahim xan Vaqifdən məsləhət almaq istəyərkən məzəmmət eşidir. Bəli, İbrahim xan Vaqifdən deməli məsləhət almaq istəyir, onun danlağı ilə, məzəmməti ilə qarşılaşır. Düzgün fikirdir. Vaqif Qacarın hücumunun qarşısını almaq üçün qonşu dövlətlərlə danışıqlar aparır. Ümumiyyətlə, Vaqifin qonşu dövlətlərlə danışıqlar aparması məsələsi əsərdə belə bir şeyə toxunulmayıbdır. Bu da yanlış fikirdir. Cavabımız olacaq 2, 3, 6, B variantı.